Zamanlarda pişik ev hayvanı değildi. O neşede yaşayırdı. Dovşanla dostluk edirdi. Onlar həmişə bir yerdə gəzir, ovladıklarını bir yerdə yeyib dolanırdı. Lakin dovşanla mərcanın şad günləri uzun sürmədi. Bir dəfə necə oldusa dovşanın bəbirlə mübahisəsi düşdü. Acıqlanmış bəbir dovşana hücum edib onu parçaladı. Bundan sonra mərcan yalqız qaldı. Təklikdən darıxan mərcan bəbirlə dostluq etməyə başladı. Lakin bəbirin də ömrü uzun sürmədi. O da pələngin qəzəbinə düçar oldu. İşi belə görən mərcan pələnglə oturub durmağa başladı. Pələng ovladığı ceyranın cüyürün ətindən mərcana da verirdi. Mərcan həyatından razı idi. Amma bir dəfə iş elə gətirdi ki, bütün günlər mərcanın gözündən qaraldı. Pələng aslanla vuruşda uduzdu. Mərcan da pələng kimi arxasını itirdi. Bəs indi neyləsin? Tək-tənha gəzib dolaşsın? Yox, bununla razılaşmadı. Aslanla dostluq eləməyə başladı. Birlikdə yaşayardılar. Günlərin bir günü fillərə rast gəldilər. Fillərin böyüyü vurub aslanı öldürdü. Mərcan öz-özünə fikirləşdi. Sakit, rahat yaşamaq üçün cərəkən fil kimi dostun ola bütün heyvanlardan güclüdür. Ona heç kəsin gücü çatmaz. Mərcan o gündə fillə dostluq eləməyə başladı. Lakin onun dediyi kimi olmadı. Bir gün ovçu fili ovladı. Mərcan bərk qorxdu. Belə də iş olar. Belə balaca boyun olsun. Özü də vurtut iki ayağın üstə durasan. Amma bu böyüklükdən fili öldürəsən. Yox, elə fili öldürənlə dostluq etməliyəm. Mərcan ovçunun arxasında düşüb evə gəldi.
O günden itibaren pişik insanların yanında yaşamaya başladım.